Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah. Bu dərsimizin mövzusu bitişən əvəzliklərdir. Adından bəllidir ki, sözə birləşir. Bizim dildə onun mənası nə olacaq? Onun, sənin, mənim, məsələn, demək istəyirik ki, onun kitabı. Onun hu deməkdir. Və kitab sözünə birləşir, axırda yazılacaq. Kitabuhu, onun kitabı. Mənası olacaq, onun kitabı. Deməli, əgər bu bitişən əvəzliklər ismə birləşirsə, mənsubiyyəti bildirəcək. Onun, mənim, sənin. Kitabuhu, dinuhu, onun dini. Rabbuhu, onun Rəbbi. Nəbiyyuhu, onun peyğəmbəri və s. Əgər bu, yəni bitişən əvəzliklər feylə birləşsə, məsələn, xalaqa yaratdı. Xalaqahu, onda tərcümədə, yəni onun yaratdı deməyəcək də, tərcümədə deyirik ki, onu yaratdı. Yəni, feilli mənsul olaraq onu ya ona, məni mənə, bax, belə tərcümə oluna bilər. Əsas yaxşı xəbər odur ki, yəni, başqa sözlər əzbərləməyə ehtiyac yoxdur. Elə bir dənə bu bitişən əvəzlikləri əzbərləyirsən, həm feillə, həm isimlə işlənəndə mənasını başa düşürsən. İndi gəlin baxaq, bu şəxslərə görə, cinsə görə və sıraya görə necə dəyişir. Hu, onun, kişi cinsində. Kitabuhu, yəni bu hamısı üçüncü şəxsdir bu səhifədəkilər. Kitabuhu, onun kitabı. Hum, onların. Kitabuhum, onların kitabı. Hə, qadın cinsi üçündür. Kitabuhə, onun, o qadının kitabı. Yəni, bitişən əvəzliklər sözün axırında olacaq. Hunnə olanda onların, yəni o qadınların. Kitabuhunnə, o qadınların, onların kitabı. İkinci şəxsə keçirik. Kə, sənin, kişi üçün. Kitabukə, sənin kitabın. Ku, sizin. Kitabukum, sizin kitabınız. Ki, sənin, yəni qadın cinsində. Kitabuki, sənin kitabın. Kitabukunnə, sizin, yəni qadınların kitabı. Kitabi, uzatma ilə mənim kitabım. Kitabunə, bizim kitabımız. Deməli, nə? Bizim. Yəni, yenə də birinci şəxsdə olduğu kimi həm qadın, həm kişi cinsində eynidir. Misallara baxaq. Dinunə, nə birləşdi oldu? Bizim dinimiz. Dinunə İslamun. Bizim dinimiz İslam. Məsmun nəbiyyə. Demək, baxın, axırdan tərcümə edirik. Peyğəmbərin adı nədir? İsmuhu, hu, onun. Yəni, onun adı Muhammedun. Onun adı Muhammeddir. İsmi, yəni mənim adım. İsmi Nigar. Məsmuki, indi düzdən soruşuram. Məsmuki, sənin adın nədir? İsmun sözünə fikir verin, o, yəni ortada olanda vəslə ilə işlənəcək. Yəni, biz onun əlifinin üstündən hoppanırıq. Mə ismuki demirik. Məsmuki, belə hoppanırıq. İsmuhu Ammarun. Deməli, kişi haqqında danışırıq, ona görə hu işlətdik. İsmuhu, onun adı Ammardır. İsmuhə Fatimətu. Fatimə, qadın haqqında deyirik deyə, hə işlətdik. İsmuhə Fatimətu. Mə kitabukum. Kum, sizin. Sizin kitabınız nədir? Kitabunə, bizim kitabımız, Əl-Qur'anu. Bizim kitabımız Qurandır. Mən Rabbukə. Kə, yəni sənin. Sənin Rəbbin kimdir? Rabbi, yəni mənim Rəbbim, Allahu. Mənim Rəbbim Allahdır. Bu bitişən əvəzlikləri, yəni hələ bunlar hamısı deyil. Bir neçəsi də əlavə var, onları götürmürük. Və hətta bunların arasında da o kunnə, hunnə, qadın cinsində olan, onlar o qədər də çox işlənmir. Amma yenə də onları da əzbərləyin. Yəni bunun yolu, bunları bilməyin yolu əzbərləmək və çoxlu tətbiq etməkdir ancaq.